Salam CTF Azərbaycan kanalının dəyərli izləyiciləri. Bu mövzu əslində çoxdan hazır vəziyyətdə öz vaxtını gözləyirdi və budur onun vaxtı çatıb. Bugün sizinlə birgə İranın nüvə layihəsinə edilmiş kiber hücum haqqında danışacağıq. Tarixdə ilk kiber silah sayılan Stuxnet-in hədəfi nə idi və bu virusu, daha doğrusu soxulcanı kimlər hazırlamışdı və kimlərin maraqlarına xidmət edirdi. Bütün bunlar və digər şeylər haqqında bu videoda danışacağıq. O zaman vaxt itirmədən birbaşa keçək əsas məsələyə. Stuxnet 2010-cu ildə aşkarlanan və dövlət səviyyəsində yaradıldığı güman edilən bir kompüter virusudur. Daha doğrusu, Worm, soxulcandır. Bu, adi viruslardan fərqli olaraq sənaye nəzarət sistemlərini, yəni SCADA və PLC sistemlərini hədəf alır və onun dünyanın ilk kiber silahı halına gətirir. Bəli, Stuxnet müasir tarixin ilk kiber silahı sayılır. Mən nüvə fiziki deyiləm, amma bir-iki nəsə biliyim var və biraz araşdırma etdim ki, atom bombasında və nüvə reaktorlarında əsasən uranın U-235 izotopu istifadə edilir. Ancaq təbiətdə belə saf uran tapılmır. Çox vaxt qarışıqlarla olur ki, bu da zəncirvari reaksiyanın getməsi üçün yetərsizdir. Sentrifuqa deyilən cihazlar qaz halına salınmış uranı yüksək sürətlə fırladır və U-238 izotopu kənarlarda, U-235 izotopu isə mərkəzdə toplanır. Bu proses minlərlə dəfə təkrar olunur ki, U-235-in konsentrasiyası artırılsın. Düşünün, yüzlərlə və hətta minlərlə sentrifuqa bu formada işləyir ki, saf uran alınsın. İndi keçək videonun əsas mövzusuna. Bu kiber hücumun məqsədi İranın Natanz nüvə zavodundakı uran zənginləşdirmə fəaliyyətini sabotaj etmək və həmin layihəni dayandırmaq və ya illərlə geriyə atmaq olub və buna da nail olublar. Hücumun konkret kimin tərəfindən edildiyi rəsmi şəkildə təsdiqi olmasa da, Amerika Birləşmiş Ştatlarının və İsrail tərəfindən birgə edildiyinə dair çoxlu sübut var və bu əməliyyat Olympic Games və ya Olimpiya oyunları kod ismini alıb. Virus ilk olaraq 2010-cu ilin iyul ayının ortalarında Belarusun kiber təhlükəsizlik şirkəti olan Virus Blok Ada tərəfindən aşkarlanıb və virusa Stuxnet ismini də elə onlar veriblər. Virus 2010-cu ildə aşkarlansa da ehtimal var ki, daha öncədən artıq sistemdə idi. Belarusun Gomel şəhərində fəaliyyət göstərən Virus Blok Ada kiber təhlükəsizlik şirkətinin əməkdaşı Sergey Ulasinin elektron postuna İrandakı müştəridən bir məktub daxil olur. O şikayət edir ki, kompüterlər öz başına sönür, sistem xaotik əməliyyat edir. Amma bununla bərabər SCADA-da hər şey normal imiş kimi görsənir. Sergey sistemə distant qoşulub analiz edir və bəzi şübhəli fayllar tapır. Bu fayllar Realtek sertifikatları ilə imzalansa da özlərini qeyri-standart aparırdılar. Sonradan isə Kaspersky şirkəti də məsələyə qoşulub. İlk baxışda driver kimi görsənən bu şübhəli fayllar sonradan kiber müharibənin təməlini qoyan Stuxnet virusu kimi tanınacaq. Washington Post saytının 2012-ci ilin iyunun 2-də verdiyi məlumata əsasən Stuxnet virusu Barack Obama'nın gizli tapşırığına əsasən Amerika Birləşmiş Ştatları və İsrail mütəxəssislərinin və xüsusi xidmət orqanlarının hazırladığı kiber silahdır. Düşünün, birbaşa dövlət başçısı bu işə qarışıb. Bəs bütün bu əməliyyat necə reallaşdırılıb? Əvvəla, hədəf obyektdə hansı növ cihazların və proqram təminatının istifadə edildiyi məlumatı əldə edilir. Bundan sonra yüksək səviyyə proqram mühəndislərindən ibarət komanda həmin virusun hazırlanmasına başlayır. Virus hazır olduqdan sonra real şəraitdə stend və tətbiqi formada test edildikdən sonra icraçı şəxs həmin virusu sistemə yoluxdurmaq tapşırığı alır. Deyə bilərsiniz ki, mən hardan bilirəm? İstənilən məhsul test edilmədən öz təyinatı üzrə buraxılmır. Bu qədər bəsit. Heç uzağa getmək lazım deyil. İndi gəlin biraz təfsilatına girək. Virus, daha doğrusu soxulcan necə işləyirdi? Yaxşı sualdır, amma cavabı biraz çətindir. Çünki baza bilgilər olmasa, bu suala cavab tam olmayacaq. Həm də virusun kod mətni tam olaraq əlimizdə olmadığından onun işləmə alqoritmini də 100% demək olmur. Ancaq yenə də əldə edilən məlumatlara əsasən bunu demək olar ki, virusun əsas hədəfi avtomatlaşdırılmış idarəetmə sistemləri olub. PLC-lər, yəni proqramlaşdırılan məntiq nəzarətçiləri bütün istehsal prosesinə nəzarət edir və SCADA sistemi isə bütün bu prosesi istifadəçi üçün asan, anlaşılan və əlçatan halda təqdim edir. Həmin sentrifuqalara nəzarət edən PLC-lər isə Siemens firmasının məhsulları olan S7300 və S7400 PLC-ləri olub. Virus kompüterin əməliyyat sistemindən SCADA sisteminə və oradan da PLC-lərə yoluxmağı və virtuoz şəkildə sistemdə dolaşaraq addım-addım hədəfinə doğru getməyi bacarıb. Bunu etiraf etmək lazımdır ki, virusu yaradanlar həqiqətən də öz işlərini bilənlər olub. Məlumat üçün deyək ki, həmin sentrifuqalarda mühərriklər istifadə edilir
ki, qazı yüksək sürətlə fırlatsın. Kiber hücum da elə bunun üzərində qurulmuşdur. Sentrifuqaların məhsuldarlığını və keyfiyyət göstəricisini aşağı salmaq və ümumən uran zənginləşdirmə prosesini çıxmaza soxmaq da elə bu prosesə müdaxilə ilə olub. Düşünün, virus o qədər unikal bir virus olub ki, sistemə sızandan sonra müdafiə sistemlərini aşmağı bacarıb. Bu bir, hədəfi tapıb və ora sızıb. Bu iki və bütün bunlardan sonra sistemdə gizli olaraq sabotaj əməliyyatlarına başlayıb. Bu da üç. Burada daha bir maraqlı nüans ortaya çıxır. Bütün bu uran zənginləşdirmə kompleksinin IT infrastrukturu internetdən izole edilmiş bir şəbəkə olduğundan virusun internetdən düşmə ehtimalı aradan qalxır. O zaman virus sistemə necə girib? Təbii ki, USB daşıyıcı vasitəsilə. Elə burada işin icraçısı olan şəxs meydana girir. Annual Times xəbər portalı 2024-cü ilin yanvarında 2008-ci ildə 36 yaşlı Hollandiyalı mühəndis Erik Van Sabbe'nin Natanz şəhərindəki İranın nüvə kompleksinə nüfuz edərək Stuxnet'i şəbəkəyə daxil edən bir araşdırma dərc ediblər. Erik Van Sabbe Amerika kəşfiyyatı adından, yəni CIA adından Hollandiyanın AVID və MVID kəşfiyyat xidmətləri tərəfindən 2005-ci ildə işə götürülüb. Onun texniki təcrübəsi, regionda çox saylı əlaqələri, İrandakı biznesi ilə və İranlı qadınla evli olması onun bu missiya üçün ideal edib. Van Sabbe İranın nüvə proqramını uğurla sabotaj etdikdən sonra İranı dərhal tərk edib. Onun 2 həftə sonra Dubaydakı evinin yaxınlığında motosiklet qəzasında öldüyü deyilir. Onun ölümü təsadüfdür. Xeyr, belə işlərdə təsadüf deyilən şey olmur. Adamı öz işlərində istifadə etdilər və sonra da bir dəfəlik ağzını bağladılar. CIA işi axıra kimi aparır və geridə şahidlər buraxmır. MVID-dən anonim şəxs Van Sabbe əvəzini çox baha ödədi. Deməklə, rəsmi şəkildə onun öldürüldüyünü təsdiq edib. Van Sabbe virus yüklü flash kartı sistemə daxil edir və virus sistemə yüklənir. Yayılmış məlumata görə həmin tarixə nisbətlə Windows əməliyyat sistemində 4 fərqli Zero Day təhlükəsizlik boşluğu istismar edilib. Bu elə bir boşluqlardır ki, ola bilsin Microsoft'un belə bundan xəbəri olmayıb. Əməliyyat sisteminə nüfuz etmə də elə bu boşluqların istismarı ilə baş verib. Amma bir məsələ var. Sistemin özünün müdafiə funksiyaları var. Bəs onlar necə olacaq? Hər şey çox incə detallarına kimi hesablanıb. Virus rootkit texnologiyası ilə həm kompüterdə, həm də PLC-lərdə gizlənməyi bacarıb. Ona görə də heç bir şübhə oyatmayıb. Məsələnin ən maraqlı yeri də bu ki, sentrifuqaların sürətini nəzarət edən sistem xaotik komandalar verməyə başlayıb və bu virusun təsiri kimi qeydə alınmayıb. Bundan əlavə, virus PLC-lərdə sadəcə fırlanma sürətinə yox, həm də temperatur, təzyiq və s. fiziki parametrlərə də təsir edib. Təsəvvür edin, həmin obyektdə necə bir xaos olub. Hamının ağlı qarışıb ki, bu iş necə olur, nə baş verir və heç kəs də izahını və həllini tapa bilmir. Bəzi saytlarda Siemens şirkətinin PLC-lərdə olan boşluqları CIA verdikləri də deyilir, amma bunu sübut etmək qeyri-mümkündür. Bu hadisə tarixdə real fiziki nəticələri olan ilk kiberhücum kimi qaldı. Nəticədə İranın Natanz zavodunda 1000-dən çox sentrifuqa sıradan çıxdı və İranın uran zənginləşdirmə proyekti aylarla və hətta illərlə geriyə atıldı. Bu hadisə sübut etdi ki, artıq kiberhücumlar da müharibə silahıdır. Kiberhücumun nəticəsi bu ki, İranın nüvə obyektlərinin təxminən 59% zərər görmüşdür. Analitiklərin dediyinə görə Stuxnet İranda 5 uran zənginləşdirmə obyektinə hücum edib və hamısı da uğurlu olub. Kənardan təhlükəsiz görsənən 500 kilobaytlıq bir faylın nələr edəcəyi heç kəsin ağlına gəlməzdi. Son olaraq bəzi suallar cavabsız qalır. Birincisi, Windows əməliyyat sisteminin o günə nisbətlə sistemdəki boşluqlarının virusu hazırlayanların əlinə keçməkdə Microsoft şirkətinin əli varmı? İkincisi, elə Siemens PLC-lər haqqında da eyni sual. Bu boşluqları onlara Siemens şirkəti verib, yoxsa onlar özləri tapıblar? Üçüncüsü, Realtek'in driverlərinin rəsmi sertifikatları virusu hazırlayanlarda hardandır? Mühüm bir məsələni də vurğulamaq istəyirəm. İstehsalat müəssisələrində fəaliyyət göstərən şəxslər bu kimi şeylərdə diqqətli olmalıdırlar. VPN tunel olmadan cihazlar birbaşa internetə qoşulmamalı və texniki heyət SCADA idarəetmə sistemlərinə kənardan qoşulan yaddaş daşıyıcıları xüsusunda diqqətli olmalıdırlar. Sonda bir daha sizləri ehtiyatlı və ayıq olmağa çağırırıq. Boş vədlərə aldanaraq bank məlumatlarınızı, şəxsi məlumatlarınızı heç kəsə verməyin. Xüsusən də özlərini bank əməkdaşı kimi təqdim edənlərə qətiyyən diqqəti əldən verməyin və sonda bir şeyi mütləq unutmayın. Heç bir sistem mükəmməl deyil. Hər bir sistemin boşluğu vardır.